bir təcrübə aparacağıq. 2 mandalin üzərində. Düşünək ki, bu mandalinin biri sizsiniz, biri dostunuzdur. Bu mandalinin qabığı isə bizim qoruma qalxanımızdır, gücümüzdür, inanmımızdır, inancımızdır. İndi təsəvvür edin ki, qrup halında bir yarışma keçirdirik. Sinif 2 qrupa bölünürdü və elə olur ki, sənin üzündən, sənin qrupban oyunda məğlub olur. Burada sən hansı duyğunu yaşayırsan, hamı səni qınayır, sənin üzündən oldu, sən uduzdun deyənə bizim qrupbamız uduzdu, sən bacarmadın deyənə bizim qrupbamız məğlub oldu deyəndə sizdə hansı his yaranır? Buyurun. Biraz üzüntü hissi, çünki mən heç də Eləyə bilmirəm, mən heç nə bacara bilmirəm. Sağ ol. Artıq mən buradan özümə bir kod aldım, mən bacara bilmirəm. Mən gücümün bir hissəsini itirdim. Gücümün bir hissəsini, özümə inanmın bir hissəsini itirdim. İndi təsəvvür edin ki, güzgüyə baxıram və baxarkən deyirəm ki, ay Allah, nə kökəm mən. O zaman mən hansı hisslər keçirəm, özümlə bağlı hansı düşüncələr yaranır məndə? İkinci buyur. Özündən utanırsan, sonra? Aha, eybəcərəm, eybəcər deyirsən, özün, artıq özünü bəyənmirsən. Bəli, orada da bir hissi gedir artıq. Əgər mən özümdən razı deyirəmsə, bu nələrə mane olur? Buyur məndən. Özünə inananlar içində. Aha. Toplum içində olsun, bir yerlərdə sözümü deyə bilmirəm artıq. Çünki özümü bəyənmirəm artıq. Kənardan düşünəcəm ki, baxan deyəcək ki, bu eybəcərdir. Düzdür? Çünki özümüz özümüzə o adı qoyduq. Aha. Yaxşı, başqa bir hal deyək. Bu zaman mən özümə inanmayı itirirəm. Özümü eybəcər sayaraq, artıq toplum içində söz demək qabiliyyətimi itirirəm. Yəni, o deməkdən itirirlər. Bəli. Zaman yavaş-yavaş gücümüzü itiririk. Və təsəvvür edək ki, bizi bir işin arxasıyla göndəriblər. Mən gedirəm, o işi, belə deyək də, doğru bildirəm, yarıtmıram. Öhdəsindən gələ bilmirəm. Və mənə deyirlər ki, sən həmişə beləsən, bir dəfə işi başacan çatdıra bilmirsən, həmişə yarımçıq qoyursan. Bu zaman məndə hansı hisslər yaranır? Buyur Fərəd. Üzüntüyə, Məruz qalırsan, sonra? belə Özün haqqında hansı düşüncələr yaranır? Yəni, heç mənə sevmir, utanırsan. Mən heç bir şey eləyəm. Mən bacarıqsızam. Mən heç sənin öhdəsindən gələ bilmirəm. Yəni, mən yetərli deyiləm. Yetərli dediklərində o üzə gedir də yəni. Bəli, zaman deyirəm. Mən dediklərindən yəni. İnanmı itirirəm və belə mən qalıram boşluqda. Və düşünək ki, bu su bir problemdir. Mən sabah bir problemə rast gəlirəm. Hər hansı bir problemə. Bu dağı mənim dostum idi. Mən bu adları özümə qoyduqdan öz gücümü itirdim. Amma bu dostum özünü bu adları qoymadı. Və problemin içində baxırım. Mandalin nə idi? Dostum nə idi? Problemin üstündə qalır. İndi bəs özümüzə baxaq. Nə oldu? Problemin içində mən neynədim? Baxdım. Bəli, baxdım. Boş ver, elə bir falsı. Gücümü itirdik, boş qaldı. Artıq özümə inanmıram ama problemin içində baxdım. Gücümü itirdik, yəni. Amma o benim gücüm var diyene. Bəli, bu deyil mən bacararam. Bu deyil ki, mən bacarıqlıyam, başarılıyam, yetərliyam, önəmliyəm. Və problemin həmişə üstündə qalır. Neysə, problemin altında. Problemin hər vaxt altında qalırım. Çünki heç vaxt özümə inanmıram, güvənmirəm, heç şey eləyə bilmirəm. Özümə ona görə elə altına qoydum və problemin altında qalır. Bəli. Sonra da neydik? Artıq istər-istəməz negativ duyğulara qapılırıq və artıq nə toplum içində sözümüzü deyə bilirik, nə istədiyimiz bir işin ardıyla gedirik. Artıq bütün əlimiz, ayağımız belə deyək də soyuyur, düzdürmü? Demək biz buradan nə öyrəndik? Nə olur olsun, hansı hadisədə biz buradan onu başa düşdük ki, artıq nə olur olsun. Yəni ola bilər, bəli, oyundur. Mənim üzümdən oyun tutuyor, digər yoldaşlarım uduza bilər, qruplarımız məğlub ola bilər. Ola bilər, mən hansısa bir işi bacarmıram, amma bu demək deyil ki, mən heç bir işi bacarmıram. Mütləqdir ki, hər kəsin bir mükəmməl bacardığı işi vardır, bir bacarığı vardır. Ola bilər bu yöndə bacarıqsızsan, amma başqa bir yöndə sən bacarıqlısan. Yəni nə edirik? Bundan sonra nə olur olsun, o böyüklərin əsəbi anda dedikləri sözlər var, sən bacarıqsızsan, sən onsuz da yarışmırsan, sən onsuz da nə bilim eybəcərsən, yəni özümüz özümüzə dediyimiz adlar. Artıq o halları özümüzə geyindirmirik.
Əgər bilirsinizsə ki, dəqiq doğru yolu biz zaten dərslərimizdə keçirik. Nə doğrudur, hansı xüsusiyyət doğru xüsusiyyətdir, hansı xüsusiyyət yanlışdır. Bunların hamısını biz dərslərimizdə keçirik. Bunu bildiyin halda, sən doğru etdiyini bildiyin halda, başqasının dediyi negativ, əsəbi halda dediyi o negativ sözləri qətiyyən özümüzə alıb qəbul etdik. Anladın? Siz dəyərlisiniz, siz önəmlisiniz, siz yetərlisiniz, siz bacarıqlısınız. Siz hər şeyin öhdəsindən gələrsiniz. Başa düşdünüz? Ötürə hamısına bir daha gözəl qızların bayramınızı təbrik edirəm.